Hamınıza salamlar dostlar. Mən Qasım Hüseyin. Bu gün sizlərlə birlikdə X26-da Hüseyin oyuncu karyerasını başladırıq. Dostlar, üzürlü səbəbdən neçə gün idi ki, sizlərlə video paylaşa bilmirdim. Lakin indi geri döndüm və video fikri olaraq oyuncu karyerası ağlıma gəldi və oyuncu karyerasını çəkməyə başladım. Uşaqlar, gəlin o zaman Hüseyin karyerasının hekayəsinə baxaq. Hüseynin hekayəsinə baxaq. Hüseynin hekayəsi əslində Qasımov, yəni əslində Hüseyin Azərbaycanlıdır, lakin ailəsi Türkiyəyə səyahətə gedərkən o Hüseyin Türkiyədə dünyaya gəlmişdir və buna görə də Türkiyə millisini seçmişdir. Hüseyin Azərbaycana geri dönmüşdür. Burada 6-7 yaşa qədər yaşamışdır, lakin 8 yaşında Türkiyəyə gəlmişdir və burada onun atası onun Qasımovun, yəni Hüseynin istedadını görüb onu akademiyalara yönəltmişdir. Hüseyin Qasım Paşanın akademiyalarında, Kayseri'nin və Gənclər Birliyinin akademiyasında iştirak etmişdir. Lakin heç bir zaman əsas komandalarda iştirak etməmişdir. 16 yaşına gəlib çatdığında isə o Azərbaycana geri dönmüşdür və daha çox barlarda gəzmiş, uşaqlarla içki istifadə eləməyə başlamışdı. Buna görə atası onu cəza verərək onu Türkiyəyə tək başına göndərmişdir. Və Hüseyin orada tək başına qaldığından atası onu bir akademiyaya yenidən qoymuşdur. Hüseyin 17 yaşında isə profesional karyeraya Kayseri Spor'da başlamışdır. Gəlin o zaman Hüseynin görünümünə və Kayseri Spor'dakı ilk maçına doğru keçək. Hüseyni biraz özümə oxşatmağa çalışmışam. Niyə? Çünki o mənə biraz daha oxşamalıdır. Baxın, Hüseyin biraz çalışmışam ki, özümə oxşadım. Ki, məncə biraz oxşatmağa bacarmışam. Uşaqlar, İnşallah ki bu seri çox izlənər. İnşallah ki kanalıma like atıb, kanalıma abunə olub, videoma da like atarsınız. Sizlərə video atmağı, sizləri əyləndirməyi çox sevirəm. O zaman gəlin özümüzə kod seçək. Yəni akıl hocası seçək. Məncə Kayseri Spor'da bizim akıl hocamız kim olsun deyə soruşa bilərsiniz. Mən istəyərəm ki, Carlos Mane olsun. Niyə? Çünki Qasımov Hüseyin biraz başına buyruqdur. Yəni biraz şımarıqdır, biraz öz lovğalanan bir futbolçudur. Buna görə də həm futbolçu deyil, yəni lovğalanan bir insandır. Buna görə də atası onun bu lovğalığını gördüyü üçün onu zaten Türkiyəyə göndərmişdi ikinci dəfə. O daha çox takım oyuna, yəni tiki-takaya uyan bir oyuncu deyil. O daha çox fənd eləməyi, özü tək başına getməyi sevən bir futbolçudur. Buna görə mən ona sürət və yaxud da çalım ata bilən bir futbolçunu ona akıl hocası seçəcəm. Bir dəqiqə baxaq. Teknik olan da ola bilər əslində. Biraz kontrol eləyək. Məncə Carlos Mane olsun. Niyə? Çünki dayanıqlıq falan en yüksək hız ondan yaxşıdır. Buna görə də mən Carlos Mane'ni biz özümüzə akıl hocası seçirəm. Gəlin nömrəmizə baxaq. Yəni futbolçumuzun Qasımovun, Hüseynin öz nömrəsinə baxaq. Oyuncu numarasını düzəlləyik. Uşaqlar, belə videoların gəlməyinin davamını istəyirsinizsə və daha tez belə videoların daha tez xəbərdar olmaq istəyirsinizsə, xahiş edirəm kanalıma abunə olub like atmağı unutmayın. Hüseynə 800 nömrəni verib Kayseri Spor. 800 nömrədə qala bilər, amma bir kanat oyuncusu 800 nömrəsi yox, 7 nömrə və yaxud da 9 nömrə, 11 nömrə kimi nömrələr götürür. Lakin 17 nömrə boş olduğu üçün mən Hüseynə 17 nömrəni verəcəm. Kayseri Spor'da Qasımov 17 nömrə ilə olsun. Və gördüyünüz kimi bizə ilk oyunda Kayseri Spor'un teknik direktörü, baş məşqçisi bizə Zamen olaraq oyuna salacaq. Gəlin o zaman bir dənə formalar da seçək. Sonra Zamen, yəni biz oyuna daxil olarkən mən kayda açacağam. Rəqibimiz Fatih Karagümrükdür. Onlar qaralı giyinsinlər, biz sarılı giyinək, hə? Yoxsa necə?
sarı giyinək, onlar qırmızı giysin. Yox, bir dəqiqə. Qara giysinlər, biz də qırmızılı giyinək. Bəli, formamı seçdik. Uşaqlar, biz Hüseyin oyuna daxil olan kimi mən kaydı açacağam. Bəli dostlar, birinci hissənin son dəqiqələrində Carlos Mane Fatih Karagümrükə möhtəşəm bir qol vuraraq hesabı 1-0 etdi. Lakin biz hələ oyunda deyilik. Sadəcə qol vurduğumuzu göstərmək üçün bunu bildirdim. O kaydı açdım. Və ilkisi artıq sonlanır. Bəlkə də bizi də oyuna sala bilərlər. Əslində burada offside ola bilərdi, amma Carlos Mane həqiqətən möhtəşəm vurdu. Yəni yaxşı olan Akkoza kimi seçmişəm. Yəni artıq birinci hissə bitir. Görək ikinci hissədə əvəz oluna bilərikmi? Bu arada sizə heç mövqeyindən danışmadım. Hüseyin kanat oyun. Əsas mövqeyi kanatdır. Sol kanat və sağ kanat. İkinci mövqeyi santrfordu. Üçüncü mövqeyi isə mərkəzi orta saha. Yəni mərkəzi orta saha dediyin, yəni ofansif orta sahadır. İkinci yarıya başlayaq. Görək Qasımov oyuna daxil olmur. Onda uşaqlar oyuna Qasımov daxil olan kimi mən kaydı açacağam. Və bəli dostlar, yenə bir qol vururuq. Ya Atkav vurur qolu. Hardasa 51-ci dəqiqədə Yav Akkaç möhtəşəm bir qol vuraraq Kayserisporu 2-0 öne keçirdir. Lakin biz hələ oyuna daxil olmamışıq. İnşallah ki oyuna daxil olarıq tezliklə. Yəni qola özü kapitanımız da o bizim. Yav Atkav. Bu futbolçu həmişə adını deyəmirəm mən. İzləyirəm həmişə. Stabil yaxşı futbolçusu vardı. Kayserisporun futbolçusu vardı. Lakin Yav Akkaç'ın adını heç vaxt mən deyəmirəm. Biz hələ də daxil olmuruq. Artıq buradan sonrasını özümüz izləyək. Məncə artıq özümüz izləyək buradan sonrasını. Görək biz oyuna daxil olacağıq. Topa daha yaxın idi Fatih Karagümrük'ün topçuları. Burak. Və burada cərimə oldu. Və Sam Larson'a sarı vərəqə. Fatih Karagümrük'ün oyuncusu bizim oyuncusu çox pis yıxıldır. Və hələ də biz oyuna daxil olmuruq. O realde 3-cü dəqiqədə hadisa 64 Qasımovun, yəni Hüseynin oyuna daxil olmağını gözləyirəm. Ali Karimli və Kornel 55-ci dəqiqədir. Və yenə də biz oyuna daxil olmuruq. Yav Akkaç içərlədi. Carlos Mane vuranmadı. 56-cı dəqiqə və bəli dəyişiklik. Lakin yox, Fatih Karagümrük'ün dəyişikliyidir bu. Yav Akkaç, Lazio Beles, Ramsen, yox Ramazanov, Ramsen neydi? Topu qapdılar Ricardo, Daniel Johnson, Özcan, ötürmə Jo Camacho, bayrağı. Yaxşı ki bayrağı vurdu Fatih Karagümrük'ün oyuncuları və dəyişiklik baş verir. Qasımov Hüseyin, Carlos Mane yerinə, akıl hocasının yerinə oyuna daxil olur. Burada görürük onun daxil olmağını. İlk dəfə karyerasında ilk profesional maçda çıxır Hüseyin. Və sol kanatda iştirak edəcək. Yox, santrforda. Görək Hüseyin nələr edəcək. Top istəyirik. Biraz şımarık futbolçudur Hüseyin qapdı topu. Hüseyin gedir. Hüseyin eşimə pas vermir. İləridədir Hüseyin. Çəkdi arkasına. Hüseyin. Fənd zərbə gələ bilər buradan. Hüseyin bayrağı. Çox bərbad bir zərbə alındırdı Hüseyin. Çox şımarık futbolçu olduğunu zaten bunu hamı bilirdi. Direğe deyib top. Mən bildim top birbaşa çıxdı bayrağı. Yaxşı zərbə indirib əslində Hüseyin. Direğe deyib qapı tiri qurtarıb Fatih Karagümrük'ü 3-cü qoldan. Pres eləmək lazımdır. Pres. Ricardo. Jo Camacho. Fatih Karagümrük gəlir. Hadi uşaqlar müdafiə eləyin. Ötürmə gəlsə yaxşı bir gol alındıra bilərik. Kayranımızın ilk maçında məncə asist belə eləyə bilərik. Çox da şımarıq olsaq da, başına buyruq olsaq da mən Kayramda asist eləmək üçün pas verə bilərəm. Son anda qapıcımız topu çartdı. Sam Larsson zərbə indirib. Fatih Karagümrük'dən dəyişiklik olub. Gray çıxdı oyundan. Üçüncüdən zərbə yerinə yetirildi.
Abi Hüseyin topa çox da toxunamır. Niyə? Çünki top hal-hazırda Fatih Karagümrük. Oy, yaxşı zərbə endirdi. Kranev Titer. Startlayama Hüseynin atakları lazımdır. Niyə? Çünki biz onun oyuncu kariyerlerini yönəldirik. İstəyirəm ki, en azından bu videoyu 3-4 maç sıxışdıra bilək. Ha, bu arada Qasımov oyunu neçənci dəqiqədə girdi? Heç baxmadım. Neçənci dəqiqədə şans buldu. Deyəsən 60 neçə idi? Yəni gözlədiyim stabillikdə idi. Gözlədiyim dəqiqədə idi. Abi fikir vermişəm. Bayaqlar mən izləyirdim özüm. Mən oyuna daxil olmamışdan öncə bütün ataklar bizdə idi. Kayserispor dayanmadan ataka çıxırdıq. Lakin mən oyuna daxil olmadıqdan sonra Fatih Karagümrük daha yaxşı oynamağa başladı. Offside. Abi offside. Əslində çox da offside çıxmamışdım. Offside'dan çox da qabağa çıxmamışdım. Bu offside çizgisini bəlkə qaldırım mən. Ekran ayarları. Ha. Bunu bağlayaq, yəni rahat görəsiniz. Ona görə bağlayıram. Hüseyin pres edib alar onu. Ötürmə bir. Hüseyin ötürdü. İlk pasını verdi Qasımov karyerasında. İndi Hüseyin. Qarşıda iki rəqib var. Hüseyin rəqibini aldatmağı bacardı. İkinci rəqibini də keçməyə çalışdı amma rəqib icazə vermədi ona. Haydi ötürmə. Abi niyə inirsiniz? Topu çox tez itirdi Kayserispor. Gələ offside-da düşə bilərik. Samlerson. Ötürmə içəri gəldi. 2-0 qalibiyyət bizdən əslində. 3 xalı yəqin alacaq Kayserispor. Lakin biz yəni bir qol azında vuraq da rahat. Endirdik topu. Lakin rəqibə düşdü top. Pressing eləyin uşaqlar. Samlerson zərbə son anda qapıtımız. Topu uzaqlaşdırmağa çalışdılar. Top yenə bizə çatmadı. Bir də düzgün oturma verin bizə. Biz dəyərləndirəcəm mən onu. Artıq 84-cü dəqiqədə də ən azından bir gol vura bilək. Dəyişikliklərimiz baş verir. Opoku daxil olur və Ait daxil olur oyuna. Kayserispordan. Mən santrforda yox, mən kanatda oynadım bura. Mən santrforda oynayamıram. Hüseyin çalıncı bir futbolçudur. Tuma daha gəlsinmi? Hüseyin Enzo Rekkon'u keçdi Hüseyin. Son anda 33 nömrəli Barış. Oy. Ötür. Götürən biri, düzgün ötürmə. Çox yaxşı gəlmişdi Hüseyin orada. Bu cərmə idi. Qasımov təmiz yıxıldılar. Hüseyin oyunun yönünü çevirdi. Zərbə və gol. Hüseyin asist eləyir. Opoku daha doğrusu. Opoku möhtəşəm bir gol vurdu. Və bu golun asisti Qasımov Hüseyin verdi. Hüseyin Kayrası'nın ilk maçında ilk gol asistini verir. Möhtəşəm bir ötürmə. Möhtəşəm çevirdi Qasımov oyunun yönünü. Opoku. O boşluğu Hüseyin möhtəşəm gördü və Opoku çox müəzzəm bir gol vurdu. Opoku. İkinci sıraya daxil olan iki futbolçu Opoku və Qasımov birləşərək gol yaratdılar. Bəli, görün yəni. Hüseyin asist verib.
Yəni mən heç düşünmədim o Poku belə bir gol vurar. Hüseyin başda buyruq dedi, lakin Kayrasının ilk oyununda, ilk profesyonel oyununda ilk asistini verir. 3-0. Fatih Karagümrük üzərinə qalibiyyət alacaq deyəsən. Artıq 90-cı dəqiqələrdəyik. Barış Kolaycı. Ötürmə Ricardo. Hətta mən də gəlirəm müdafiə kömək eləməyə. Ver, ötür. Və maç bitir. 3-0 qələbə qazanırıq. O Poku möhtəşəm bir gol vurdu. Həmçinin möhtəşəm bir gol vurmuşdu Carlos Mane. Möhtəşəm bir maç. Maçın adamı Yav Akaçan. Qasımov baha görə hansı ortalama reytinglə oynayıb? 6.5 reytinglə oynayıb. Məncə Kayrasının ilk maçında görə möhtəşəmdir. Bu oyunda 6.5 nə deməkdir deyə sorsaz sizə izah edeyim. Elə bil ki 7 toçka o deməkdir ki 8 toçka. 7 toçka o deməkdir ki 8 toçka. 8 toçka o deməkdir ki 9 toçka. Yəni burada 6.5 yazıb. Əslində Qasımov 7.5 oynayıb. Sadəcə bir over 1 dərəcə aşağı göstərir. Və Qasımov 7.5 oynayıb. Məncə möhtəşəm bir göstəricidir. Qasımov ilk oyunda, ilk profesyonel karyerasında ilk asistini verdi. O zaman keçək menumuza. Bir maç daha oynaya bilərik və əsas 11-də ola bilərikmi? Məncə olanmarıq. Asist eləsəkdə olanmarıq məncə əsas 11-də. Yəni oca bizi oynatmalıdır əslində əsasda. Əsas həyatda oynatmalıdır əslində. Bütün görüşmələr olacaq. Yəni transfer pəncərə sezonu. Bunlar bitən kimi menyuya gedəcək və bunların bitməyə biraz süre ala bilər. Bu ekran bitti mi, bitmədi mi? Bir dəqiqə. Ha, bitti. Hal-hazırda transfer pəncərəsidir. Transfer haberleri deyə baxaq. Nəsə bu bizə çox da vacib deyil. Biz sonraki maça gedək. Neyilə abi biz transfer xəbərlərini? Biz özümüzə baxarıq biz. Öz karyeramızı baxarıq. Görəsən haçan milliyə dəvət alacaq? Bax, mənə o şübhələndirir. Karyeramız harda devam edəcək? Mən Kayserisporda ən azı bir sezon keçirməyi düşünürəm. Və yaxud da ən azından yanvarın sonuna qədər bir sezon yarım kimi düşünürəm. Lakin qış transfer pəncərəsində möhtəşəm bir təklif gəlsə dəyərləndirə bilərəm. Belə. Hüseynin Santrforda yəni bir asist verdi. O gol vura bilmədi. Gör indi kanatda olsa Qasımov nələr eləyər. Çünki əsas mövqeyi onun kanatdır. Lakin Kayserisporun baş məşqçisi Qasımovu 60-cı dəqiqədə santrfor olaraq oyuna daxil etdi. Məncə bu doğru bir qərar deyildi. Niyə? Çünki Qasımov santrforda oynaya bilsə də onun ikinci mövqeyidir. İkinci mövqeyi olmağına rağmen Qasımov santrforda yaxşı oynadı. Lakin mən deyərdim ki, Qasımovu kanatda oynatmaq lazımdır. Niyə? Çünki onun əsas mövqeyidir. Qasımov kanatda oynasa daha başına buyruq olacaq. Niyə? Çünki daha çox fənd eləyəcəm mən. Daha çox heç kimə pas verməyəcəm. Baxaq. Yedəklərdən biri olaraq seçildik. Yəni, nə bileyim. Məncə ligada liderik. Alanyaspora qarşı ikincidir Alanyasporda. Oyuncu modeli. Oyuncu modeli neydi o? Yadımdan çıxdı. Yeni özel yetenek edinme. Neyse. Maç Ariflent'de olacaq. O zaman biz
gedək maçın bizə daxil olunduğu hissə. Bir dəqiqə birinci formaları seçək. Sonra biz ona daxil olduğumuz hissədə kaydı mən açacağam. Forma belə ola bilər və yaxud da onlar belə giyinsinlər. Burası bizə bunu giyinek də, necə olsun? Yaxşı qoy ağ giyinsinlər. Bizə qara istəyərdim mən giyinmək. Qasmanın əynində qaranı da görmək istəyərdim. Lakin belə istəyirlərsə belə oynayarıq. Bu forma ilə oynamaq istəyirlərsə bu forma ilə oynayaq. Və mən kaydı açacağım Qasımov oyuna daxil olduqda. Bəli dostlar, ilk hissədə gözlənilməz dəyişik. Carlos Mane yerinə Qasımov 36-cı dəqiqədə oyuna daxil oldu. Heç bunu mən də gözləmirdim. Carlos Mane deyəsən zədələndi buna görə. Güclü zərbə başladı. İndi Hüseyin topu qapmağa doğru gəlməyə çalışdı, amma olmadı. Şuralar əslində Hüseyin şımarıq ola bilər, lakin mən əsl həyatda daha çox pasla oynayan bir futbolcu, daha çox pasla oynayan, oynamağı sevən bir insanam. Niyə? Çünki pas yaxşı idi, sürətli pas atmaq hər şeyi atakı yarada bilər. Məsəl üçün burada Yusuf Bahadıra doğru ötürmə, daha doğrusu Yusuf Bahadır neydi o? Komanda yoldaşımıza ötürmə. Amma baxın gördünüz o mənə qaytarmadı. Fatih Aksoy. Hüseyin çəkdi topu Hüseyin. Hüseyindən möhtəşəm hərəkətlər. Lakin zərbə bir o qədər bərbad. Hüseyin çox yaxşı hərəkətlər elədi orada. Ki yəni əgər bunu niyə dedim? Çünki əgər karyeramızda paslar, asistlər versək, bu mənim öz həqiqi həyatdakı insanlığıma görədir. Hüseyin rəqibini aldı, rəqibi Fatih Aksoy'un qarşısını aldı. Hüseyin'ə ver, Hüseyin'ə verin, Hüseyin'ə verin. Hüseyin. Çək topu. Hüseyin təşə gedir. Hüseyin Qasımov. Kayrasının ikinci maçında möhtəşəm bir gol atır. Rəqibi ilə təşə qaldı. Və bu epizodu dəyərləndirməyi bacardı Hüseyin. Kayrasının ilk golu. 2 maçda 1 gol 1 asist oynayır Qasımov. Muazzam bir göstəricidir bu. Baxın, möhtəşəm çəkdi topu. Rəqibindən sıyrılmağı möhtəşəm bacardı. Və möhtəşəm bir gol attı. Muazzam. Və 1-0 Kayseri'nin Alanyaspor qarşısında önə keçirir. Yəni Kayserisporun baş məşqçisi bilirmiş ki, Carlos Mane yerinə Hüseyini 36-cı dəqiqədə əvəz eləmək lazım idi. Və baxdım mən, Carlos Mane zədəli falan deyildi, sadəcə Hüseyini oyuna saldı. Niyə? Bilmirəm. İndi Jonjan. Hüseyin. Top istədi, lakin ona doğru gələn top çox diqqətsiz bir top idi. Çox qeyri-dəqiq bir ötürmə idi. Yusuf Bahadır. Qarşısını almaq lazımdır. Ki qarşısını alırdıq. Az qalmışdı. İndi mənə gələn ötürmə. Hüseyin. Möhtəşəm bir fəndlə sıyrıldı Maestro'dan. Qarşısında yine de Maestro var. Hüseyin. Çekti topu. Bir daha çekti Hüseyin. Muhteşem bir gol. Oy. Hüseyin. Rakiplerini çok muhteşem bir şekilde atlattı. Bakın. Bu ise orada Maestro'nu geçti. Sonra muazzam bir gol vurdu. Oy. Karşısına alabilir Alanyaspor. Bakın çok muhteşem çekti topu.
Bir o kadar da möhtəşəm zərbə. Hüseyin deyir ki, mən hələ buradayam. 2-0. 50-ci dəqiqədə 2-0 Alanyaspor qarşısında 2 top vurub Hüseyin. Hüseyin topu götürdü. İndi Hüseyin. Hüseyin'e karşı burada faul var idi əslində. Hüseyin pas vermir. Hüseyin topu hələ də öz ayağında saxladı. Hüseyin bu sefer ondan aldı. Yusuf Bahadır topu. Hüseyin biraz daha sol tarafa keçməyə çalışırdı. Hüseyin faul elədi burada rəqibi Maestro'ya. 50 hardasa Hüseyin 20 dəqiqə dubl etdi Hüseyin. Belə sayılır. 36-cı dəqiqədə ona daxil oldu. 45-də vurdu deyəsən. Hətta 5 dəqiqə dubl etdi kimi sayılır. 45-də daxil oldu. Daha doğrusu 36-da daxil oldu. Üzürdü sayın. 45'te falan vurdu. Birinci topu. Dərşəndə Hüseyin. Hüseyin 3-cü qola hat-trickə doğru gedir. Hüseyin çəkməyə çalışdılar. Rəqib icazə vermədi. Əgər o falsını saymasaq Hüseyin 45-50. 5 dəqiqəyə 2 qol vurmuş, double etmiş kimi sayılır. Hüseyin top istəyirdi yanındakı komanda yoldaşlarından, lakin komanda yoldaşları onu Açıkoya ötürmə verməyi, ötürmə verməyi daha sərfəli gördülər və Onuka'ya möhtəşəm bir ötürmə verdilər. Və Onuka Kayserispor'un 3-cü qolunu vurdu. Baxın, möhtəşəm bir qol. 3-0 Alanyaspor'u əzirik. Əzirik Alanyaspor'u. İstəyirəm ki, Kayserispor'u bu il Trendyol Süper Ligada çempion edeyim. Hədəfimiz budur. Həm komanda oyunu, həm komandaya görə oynayırıq. Komanda yaxşı oynasın deyə. Həm karyeramıza görə oynayırıq. Möhtəşəm oynayırıq. Yəni 2 oyuna 2 qol, bir asist məncə çox möhtəşəm bir performansdır. Hələ 17 yaşı var Hüseynin, yəni bunu bildirək. Komanda yoldaşından qeyri-dəqiq pas. İndi Maestro Hüseyin. Bu il Maestro Hüseyini heç bir şəkildə tutanmadı. Heç bir şəkildə Maestro Efecan Karazov saytdaydı. Heç bir şəkildə Maestro Hüseyini tutanmadı bu. Yəqin ki bu maçdan sonra videomuzu yekunlaşdıracağıq. Hüseyin topu indirdi. Hüseyin top istəyir. Topu aldı Hüseyin. Muazzam bir muazzam bir kontrol elədi topu, lakin topu itirdi sonra. Orada qarşısına almaq lazımdır Efecan Karacanın və qarşısı alındı. İndi top görəsə Hüseyinə gələ biləcəkmi? Hüseyinə doğru gələn ötürmə deyil, lakin Hüseyin pres elədi, lakin yenə rəqibdə qaldı. Efecan Karaca. Efecan Karaca keçdi 2 rəqibini. Efecan Karaca, lakin müdafiəmiz yerindəydi. Kader Cinocal. Uzaqlaşdırmağı bacarırıq. İndi mənə ötürün. Qaçır Hüseyin sol tərəfdə. İzzət Çelik topu tutanmadı. Hüseyin topu götürdü. Hüseyin. Rəqibi Maestro değildi. Bruno Vivana idi. Və onun qarşılamağı bacardı. Oyundan Hacı girir oyuna. Biz biraz daha sağ tərəfə çəkilmiş bir sağ santrafora keçirik biz. Hüseyin topu qapdı. Hüseyin muazzam hərəkətlər. Ötürmə. Hüseyin top istəyir. Hüseyinə gəlmədi top, lakin hələ də atak devam edir. Out. Orada o kadar karambol olur ki topu görmək çox da mümkün değil.
Hüseyin top istəyirlə. Hüseyin top istəyən şey mərkəzə doğru, cəza orientasiyasına doğru ötürmələr atır Kayserisporun topçuları. İndi bu səfər Hüseyinə doğru ötürmələr ki, Hüseyin ayıla bilmədi, görmədi topu. Həqiqətən görmədi. Mən də görmədim. Yəqin ki, o da görmədi. İndi oy, ötürmə gələ bilərdi bizə. Pressing eləmək lazımdır, topu ala bilərik. Pres nəticəsində götürdük topu. Ötürmə Hüseyinə. Hüseyin çəkdi sola. Hüseyin durğuldu biraz. Hüseyin rəqibini anlatmağa bacardı. Uzaqlardan zərbə, son anda qapıcı Taşkıran. Son anda Taşkıran topu seyv eləməyə bacardı. Hüseyin uzaqlardan zərbə. İndi kontratak Alanyaspor. Alanyaspor gəlir. Efecan Karacan, Güvən Yalçın. Hüseyin arxaya gəldi, dəstək elədi, topu qazandırdı komandamıza. İndi top Hüseyin almış əslində burada Hüseyin qaydanı pozdu. Və Hüseyin oyundan çıxır. Bunu istəmişdim. 36-cı dəqiqədə daxil olan Hüseyin 2 gol vuraraq Okop yerinə 84-cü dəqiqədə əvəzləndi. Və bəli dostlar, yəni Hüseyin hardasa 36-cı dəqiqədən 84-cü dəqiqəyə qədər nə qədər müddət eləyir? 84, 36, hardasa 50 dəqiqəyə, hardasa 48-50 dəqiqə ərzində Qasımov 2 gol vurdu. Və komandası 2 gol, 4 zərbə çəkdi, belə deyək. Biri, ikisi qapıcı seyv elədi, ikisi isə gol ilə nəticələndi. Baxın, gördüyünüz kimi 45 və 50-ci dəqiqələrdə Qasımov 2 gol vuraraq komandamıza Kayserispora 3-0'lıq qalibiyyət gətirdi. Və yəqin ki, maçın adamı olar Qasımov. Və bəli dostlar, maçın adamı 7 vergül ilə, yəni əslində 8 vergül ilə Qasımov Hüseyindir. Burada da videomuzu yekunlaşdıraq. Uşaqlar sağ olun, özünüzə yaxşı baxın. Xahiş edirəm, videomuza like atıb abunə olmağı unutmayın. Əgər Hüseyinin karyerasının davamını gəlməyini istəyirsinizsə, belə karyera videolarını və yaxud da FC26 videolarının davamını gəlmək istəyirsinizsə, yenidən sizə bildirirəm. Xahiş edirəm, kanalımıza abunə olub videomuza da like atmağı, bir dənə də öz fikirlərinizi yorumlara yazmağınızı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.